Salam əziz Empati izləyiciləri. Mən Sevinç Sərdarlı sizi cəmiyyətin nəbzindən salamlayıram. Elə isə sizə qonağımı təqdim edim. Qonağım moda dizayneri və rəssam Nazənin Axundzadədir. Xoş gördük Nazənin xanım. Xoş gördük. Mən Nazənin Axundzadə, moda dizayner və rəssamam. Dəvətiniz üçün öncədən təşəkkür edirəm sizə. İnşallah marağı çəkişimiz alınır. Nazənin xanım, rəssamlıq və moda dizaynerliyi. Bu iki sənət sahəsini bir-birində birləşdirən nədir? Əslində hər iki sahə bir-birinə oxşar bir sahədir. Hətta deyə bilərəm ki, ikisi də eyni bir sahədir. Çünki hər hansı bir geyim, aksesuar və ayaqqabı ilk öncə eskiz kimi kağız üzərində formalaşır, sonra real halına tikilib, real halına gətirilir. Yəni ona görə də mütləq şəkildə eskizi çəkmək üçün rəssamlıq bacarığı olmalıdır. Sənət sahələrindən danışırıq. Sənət sahələri yaradıcılığın bir nəticəsidir. Bunu oxuyaraq bir yerlərə gəlməkdənsə qabiliyyətin olması daha önəmlidir. Siz nə düşünürsüz? Əlbəttə, yəni bu elə bir sahədir ki, burada mən hardasa gedib işləmək üçün diploma və yaxud da sertifikata ehtiyac yoxdur. Yəni ilk öncə mən hər zaman əl işlərimi göstərirəm və əl işlərimə qiymət verilir. Məsələn, işə götürülür və yaxud da məsələn hardasa mənə təbrik edirlər işimə görə. Yəni heç kim soruşmur siz harda oxumusunuz və ya sizin diplomunuz var, ilk öncə diplomunuzu göstərin. Yəni bu şərt deyil yəni. Bəzən də yeniyetmələr, gənclər həvəs edir. Siz də müəlliməsiz, əminəm ki, sizin belə tələbələriniz də var. Həvəs edirlər moda dizayneri olmağa və yaxud da rəssam olmağa, amma əl qabiliyyətləri zəifdir. Belə tələbələriniz varmı? Olduqda onlara nə məsləhət görürsüz? Necə yönləndirirsiniz karyeralarını? Bəli, çoxu demək olar ki, əl qabiliyyətləri olmur. Düzdür, evdə özləri üçün nəsə çizib eləyirlər, amma bu yetərli deyil, əlbəttə ki. Əslində moda dizayn sahəsini biz 3-4 aylıq proqram əsasında keçirik. Bu əsasda məsələn tələbənin öz əl qabiliyyəti varsa, rahat şəkildə 3-4 aya artıq bitirir, sertifikatını alır. Amma əgər əl qabiliyyəti yoxdursa, biz bu ayları uzadırıq. Ən azı 3-4 ay rəssamlıq keçirik. Sonra moda dizayn keçir və bu da 8 ay çəkir. Bəs yekunda həmin qabiliyyəti olan və sonradan öyrənən tələbələr arasında bir fərq olurmu? Əlbəttə. Yəni öz üzərində çalışan, doğrudan da yəni həvəsi olan, marağı olan uğur qazanır. Yəni mən düzgün başa düşdüm. Qabiliyyət olmasa da çalışaraq, əziyyət çəkərək bir yerlərə gəlmək olur deyirsiniz. Bəs Nazənin xanım, siz nə zaman fərqinə vardınız ki, sizin belə bir qabiliyyətiniz var? Uşaqlıqdanmı, yoxsa sonradanmı? Mən uşaqlıqdan çox böyük həvəsim olub bu işə. Əslində, məsələn, ailəm və yaxud da yaxınlarım həmişə deyirdi ki, Nazənin çox asosial bir insandır. Mən həmişə içimə qapalı bir insan olmuşam. Özümü ifadə edən, nə istədiyimi dilə gətirən bir insan olmamışam. Gördüyüm işi də ən çox buna yönləndirirdilər ki, o özünü belə rahatlaşdırır. Onunla fikrini saxlayır. Əslində bu peşə deyil, bu sənət deyil. Məncə artıq böyüyəndən sonra onun bir özünə uyğun bir sənət sahibi olmalıdır ki, yaxşı pul qazansın, öz ayaqları üzərində dursun. Amma mən heç vaxt elə düşünməmişəm. Mənim doğrudan da uşaqlıqdan bu işə həvəsim olub. Ona görə də rayonda bəyənmişəm, Lənkəranda. Orada bu tip sahələr üzrə universitetlər və yaxud da texnikumlar, kurslar yoxdur. Düzdür, artıq indi biraz inkişaf eləyib, kurslar açılıb, burada dərslər keçirir. Amma mən məktəbi bitirəndə və yaxud da uşaq olanda belə şeylər yox idi. Özüm öyrənirdim YouTube-dan, Instagram-dan, internetdən baxırdım, öyrənirdim. Belə uğur qazanmışam. Yəni düzdür, bəziləri üçün kiçik bir şey ola bilər, amma mənim indi bu saat burada olmayım belə mənim üçün çox böyük bir şansdır. Və bu şansı siz nə gözəl ki, özünüz üçün yaratmısınız. Siz dediniz ki, mənə bu sahə ilə məşğul olduqda uşaqlıqdan deyirdilər ki, bu bir məşğuliyyətdir hələ ki. Böyüdükdə yəqin ki, başqa peşə üzrə davam edər. Təəssüf ki, Azərbaycanda bugün yeniyetmələri, gəncləri də belə yönləndirirlər. Müəyyən peşələr, ixtisaslar var ki, onlar ciddi peşə kimi qəbul olunur, amma moda dizaynerliyi, rəssamlıq kimi yaradıcı peşələr ciddi qəbul edilmir. Əslində valideynlərin bir çox fikirləri övladlarının həkim, vəkil və yaxud da daha statuslu və yüksək maaşlı bir iş olmasını istəyirlər. Bir valideyn olaraq əslində haqq qazandırıram ki, yəni mənim də valideynim var, o da həmişə belə düşünüb ki, mənim gələcəyim təhlükəsizlik altına alsın, daha statuslu, daha yüksək maaşlı işdə işləyim. Amma bir şeyi də unutmayaq ki, cəmiyyətimizə dizayner, incəsənətlə məşğul olan insanlar da lazımdır. Çünki mən həmişə belə düşünürəm ki,
Bir dənə sinifdə, məsələn 20 dənə uşaq var, oradan yalnız biri prezident olur, biri çox tanınmış vəkil olur, biri çox istedadlı həkim olur. Yəni hər biri bir dənə sinifdə oxuya bilər, amma eyni şeyi hamısı oxumalıdır, eyni tip necə deyim, sənətə getməlidir deyə bir qayda yoxdur. Hər kəs öz sevdiyi işi üzərində olsa, dalıyca getsə, yəni daha çox uğur qazanır. Nazanin xanım, bəs sizin özünüzə bu tipli sözlər deyilibmi? Bəli, deyilib. Qohumlarım həmişə deyirdi, kağız israfıdır. Hətta mənə biraz psixoloji şiddət deyək, çox mənasız işdir. Məncə bu heç bir pul gətirməyəcək. Sən niyə buna vaxtını itirirsən? Rəssamlıqla, incəsənətlə məşğul olan insana psixoloji problemləri olur deyə belə sözlər eşidirdim və ən çox da yəni başa düşmədiyim bir dənə söz var ki, deyirdilər ki, yəni fikir deyək, bu iş dində günahdır. Yəni mən bu fikirlə razılaşmıram. Çünki bu işdə kiminsə işinə qarışmaq və yaxud da cəmiyyəti nəyəsə yönləndirmə, pis şeyə yönləndirmə kimi bir şey yoxdur. Bu sadəcə incəsənət, moda dizayner olsun və rəssamlıq olsun, bu insanın daxili dünyasını əks etdirmək üçün bir növ vasitədir. Çünki mən bayaq da dediyim kimi çox asosial bir insan olmuşam, içimə qapalı bir insan olmuşam, amma əlimə kağız alanda bir fırça və yaxud da bir karandaş, mən özümü çox rahat şəkildə ifadə etməyə bacarıram. Artıq mənim əl işlərimə baxanda bilirlər ki, Nazənin necə qızdır. O artıq necə bir insandır. Artıq xasiyyətimi belə mənim əl işlərimdən tutmaq olur, hiss etmək olur. Doğrudan da insan nəyə həvəsi varsa, onun dalıyca getməlidir. Məsələn, mən uşaqlıqdan bir çox söz deyilib ki, amma hər zaman mən özümü moda dizayner və rəssam kimi tanımışam uşaqlıqdan. Düzdür, bunu ətrafım mənə deməsə də, hətta mənim işimi kiçik görsələr belə, dəstək olmasalar belə, mən hər zaman özümü rəssam Nazənin, moda dizayner Nazənin kimi tanımışam. Düzdür, mən valideynlərim istəyərdi ki, mən başqa sahələrdə, həmişə başqa sahələrdə işləyim. Hətta məktəbdə müəllimələr deyir, Nazən, sənə vəkillik çox yaraşır. Sən vəkil olsan, sən çox yaxşı tanınarsan. Amma heç vaxt o işi sevməmişəm. Həvəsim olmayıb. Bəlkə həvəsim olsaydı, əlbəttə ki, çünki dərslərimi çox yaxşı oxumuşam orta məktəbdə, amma hər zaman bir tənəffüsdə bir karandaş, bir kağızda bir şeylər çizirdim. Artıq müəllimələr bilirdi ki, mən gələcəkdə rəssam olacağam. Və dayanmadım. Artıq 25 yaşım var. Bu neçə illəri bir çox sözə rəğmən, belə deyək, mən öz bildiyimi elədim və artıq televiziyaya çıxdım. İnsanlar məni tanıdı, artıq müəllimə kimi fəaliyyət göstərdim. O sözləri deyənlər artıq öz uşaqlarını mənim yanıma qoymaq istəyirlər. Bu sənətə doğru istəyirlər inkişaf etdirsinlər uşaqların. Yəni bunun da səbəbi mənim heç vaxt bundan vaz keçməməyimdir. Buradan da gənclərə səslənirəm ki, doğrudan da nəyisə həvəsləri varsa, hansısa sənətə, nə qədər çətinlik olursa olsun, əlbəttə ki, olacaq. Yəni bu həyatdır. Hər kəs, heç bir iş asan deyil. Bundan heç vaxt vaz keçməsinlər. İstəklərindən, arzularından vaz keçməsinlər. Mənə də çox sözlər deyilirdi. Nazənin bu iş onu yaxşı pul gətirməyəcək, bu artıq sənətdir, bu hobbidir deyən insanlar artıq mənim uğurumu gördülər və televiziyaya çıxdım, bir çox dəvətlər aldım. Hətta məşhur dizayner Zümrüd Mirzəyev tanıyarsınız bəlkə. Ona belə əl işlərimi göndərdim, bəyəndi, çox sevdi. Buradan onu salamlayıram. Bunlar yaşanandan sonra artıq həmin mənə o sözləri deyən insanlar öz övladlarını bu sahə üzrə yönləndirdilər və hətta mən müəllimə işləyirəm, öz uşaqlarını mənim yanıma qoydular ki, mən onlara dərs keçim, öz bildiklərimi onlara da öyrədim. Yəni onların fikrinin dəyişməsinin səbəbi mənim işimdən heç vaxt vaz keçməməyim oldu. Nazən xanım, siz Lənkəran rayonunda fəaliyyət göstərirsiniz müəllimə kimi. Regionlarımızda, Bakıda düzdür, hal-hazırda şərait var, insanlar, gənclər çata bilir hər zaman müəllimlərə, kurslara və s. Amma regionlarda bu imkan hər zaman olmur. Bu imkanı olmayan və yaxud da imkanı olub valideynləri tərəfindən yönləndirilməyən uşaqlar nə etməlidir? Bu suala özümü misal gətirmək istəyirəm. Mən özüm də rayonda böyümüşəm və
Orda universitet təhsilim yoxdur. Çünki rayon yerlərində bu tip sənətlər çox da inkişaf etməyib. Rəssamlıq olsun, moda dizayn olsun, ümumiyyətlə incəsənətin heç bir növü demək olar ki, rayon yerlərində inkişaf etməyib. Düzdür, indi artıq başlayıb. Amma mənim vaxtımda mən evdə internetdən baxıb öyrənirdim, YouTube-dan videolara baxırdım. Televiziyada bəzi xarici kanallar var ki, sırf bu yöndə verilişlər olur. Onları açıb izləyirdim. Yəni elə öyrənmişəm. Gəlin biraz bu peşənin incəliklərinə nəzər salaq. Rəsm çəkmək ümumiyyətlə özünü ifadə etmək deməkdir, dediniz bayaq. Qatılıram sizə. Söhbət bəs modadan, rəsmdən, geyimdən gedirsə, bunu kağız üzərində necə ifadə edirsiniz? Bu kağız üzərində hər hansı bir geyim, ayaqqabı və yaxud da aksesuarın yaradılması, estetik baxımdan dizayn edilməsi eskiz formada, eskiz şəklində yaranılır, sonra real halına gətirilir. Bəli, bəzi eskizlər var ki, onlar sadəcə forması yaradılır kağızın üzərində, amma eləsi də var ki, parçanın özü də real şəkildə göstərilir. Məsələn, nümunə olaraq bunu təqdim edə bilərəm ki, burada parça göstərilib, hansı parçadan olacaq, parçanın üzərindəki naxışlar olsun, rəng olsun, bu tipdə eskiz kimi formalaşır. Amma sadə, yəni parça verilmədən də eskizlər çəkilir. Çertyoju çəkdik, parçanı, onun rəngini, onun hissini rəsm etdik, artıq bu hazırdır. Sonrakı mərhələləri nə olur bəs? Sonrakı mərhələ parçanı düzgün şəkildə seçmək. Yəni bəzi geyimlər var ki, hər parça ilə uyğun gəlmir. Ona görə düzgün parça seçilməlidir. Sonra düzgün ölçülərdə kəsim, bədənin alt və üst hissələrinin ölçülərinin bir-birinə uyğun olması. Bu da əslində modellərin üzərində eskiz kimi birinci formalaşır, sonra artıq başlayırsan dərzilikdə onları kəsməyə. Parçalarda kəsilir, tikilir, maşınka ilə tikilir, bəziləri əllə tikilir. Yəni bunlar da sonrakı mərhələlərdir. Elə bir eskiziniz olubmu ki, çəkmisiniz və əmin olmusunuz ki, bu eskiz gün üzünə çıxsa, ölkəyə səs salar bəlkə də. Amma bunu siz özünüzə saxlamısınız. Əlbəttə ki, yaratdığım hər bir işi mənim üçün çox böyük bir dəyəri var. Mənim gözümdə onlar çox möhtəşəmdilər. Amma bilmirəm, yəni heç göstərməmişəm deyə başqalarına, bilmirəm başqaları nə düşünər. Amma bir dizayner sahəsində irəliləmək istəyirsənsə, çəkdiyin eskizlər mənim özümə məxsusdursa, yəni köçürülmə deyilsə, bunların hər kəsə göstərmək sən düzgün deyil. Bunlar artıq tikilməlidir. Bir ateliye açılmalıdır və yaxud da bir defilə olsun. Mən orada artıq nümayiş elətdirim. Bu o olar. Amma hər kəsə çəkim göstərməm artıq bu düzgün deyil. Bəs gələcəklə bağlı elə bir məqsədiniz varmı ki, ateliye və yaxud da həmin əsərlərin, eskizlərin parça kimi canlandırılıb təqdim olunması və yaxud da həmin əsərlərin, həmin eskizlərin parça şəklində tikilib, canlandırılıb defilələrdə təqdim olunması kimi? Bəli, çox istəyirəm inşallah. Gələcəkdə olar. Valideynlər öz övladlarını neçə yaşlarından təxminən bu cür kurslara yönləndirsinlər? Yəni bunun bir yaş həddi, yaş aralığı varmı? Əslində uşaq yaşlardan, lap kiçik yaşlardan rəssamlığa yönəlmələri çox yaxşıdır. Əl qabiliyyətləri get-gedə irəliləmiş olur. Amma moda dizaynına qalanda isə moda dizayn mən öz adıma danışım ki, 12 yaşdan yuxarı götürürəm həmişə. 12 yaşdan yuxarı uşaqlara dərs keçirəm. Çünki onların parçaların başa düşülür, parçalar adları yazılır, onların kəsimi, onların adları. Azərbaycanda bəzi parçaların adlarını tapa bilmirik deyə ingilis dilində biz çeviririk, öyrənirik. Yəni onları uşaqlara başa salmaq biraz çətin olur deyə. Onun üçün 12 yaşdan yuxarı uşaqlara dərs keçirilir. Amma rəssamlıq bəli, kiçik yaşda getmələri çox yaxşıdır ki, əl qabiliyyətləri çoxalsın. Çünki bəzi kurslar hətta deyim ki, rəssamlığın müddəti 5 ilə qədər çəkir. Yəni mən belə başa düşdüm ki, əl qabiliyyətindən və yaşdan asılı olaraq öyrənilmə müddəti artır və azalır. Bəli. Ümumiyyətlə yaradıcılıq insan ruhunun qidasıdır deyə bilirəm mən. Kiçik yaşlarda uşaqların yaradıcılıqla məşğul olması, onların təfəkküründə, inkişafında necə rol oynayır? Çox böyük rol oynayır. Çünki bəzi valideynlər öz övladlarını mənim yanıma gətirirlər, sırf rəssamlığı öyrədim deyə. İlk başda bizdə
yoxlama belə deyək də, yoxlama günü olur ki, uşaqların bir gün biz ancaq sırf əl qabiliyyətlərini yoxlayırıq. Yəni heç bir tapşırıq verilmir. Sadəcə necə düşünürsən, indi bu saat ağlında necə bir təsvir var, onu kağızın üzərinə köçürtdəyirik. Uşaqlar da işləyir, artıq ondan başa düşmək olur ki, uşağın əl qabiliyyəti nə dərəcədədir və yaxud da uşağın psixoloji vəziyyəti nə dərəcədədir. Bəzi uşaqlar məsələn valideynlər deyir ki, mənim qızım səhərdən axşama qədər ancaq şəkil çəkir. Çox həvəsi var. Amma məsələn əl işinə baxıram, çox qaraltı var. Əl işində necə deyim, artıq o tip rəsmlərdən hiss olunur ki, bu uşağın rəssamlığa deyil də daxili dünyasında çox gərginlik, əsəb, stress var və o artıq çəkdiyi hər hansı bir şeyə yansıyır. Yəni bunun rəssamlıqla heç bir əlaqəsi yoxdur. Çünki bayaq da dediyimiz kimi rəssamlıq insanın daxili dünyasını əks etdirən bir sənətdir. Uşaq çox qaraltı və yaxud da bəzi animasyon rəsmlər çəkir. Orada məsələn bir gözü yoxdur, bir əli yoxdur. Bu tip şəkillərin yəni işləyən uşağın rəssamlığa heç bir əlaqəsi yoxdur. O uşağın artıq psixoloqa getməsinə ehtiyacı var. Mən hətta bunu valideynlərə də deyirəm, yönləndirirəm də. Sonra doğrudan da valideyn özü də deyir ki, hə, çox aqressiv uşaqdır, evdə dayanmadan qışqırır, çox əsəbidir. Artıq əl işlərindən hiss olunur ki, bu uşaq daxili dünyasında nə yaşayır. Nazənin xanım, hər müəllimə həm də pedaqoqdur. Nə xoş o valideynlərə ki, sizin kimi bir pedaqoq var və o situasiyalarda artıq siz valideynləri yönləndirə bilirsiniz. Hansı ki, psixoloqlara dediniz yönləndirirəm, bunu onlara izah etməyə çalışıram. Və sonrasında həmin valideyn o uşağı psixoloqa aparırmı, maraqlanırmı, məşğul olurmu və yaxud da olmursa, siz özünüz necə reaksiya verirsiniz, necə məşğul olursunuz? Düzdür, bəzi valideynlərə bu söz deyiləndə xətirlərinə dəyilir. Yəni siz müəlliməsiniz, siz psixoloq deyilsiniz. Yəni siz hardan bilə bilərsiniz ki, mənim uşağım daxili dünyasında nə var? Tipli sözlər çox eşidirəm. Əlbəttə ki, razılaşmırlar, psixoloqa aparmırlar, amma sonrasında artıq özləri də görürlər ki, uşaq doğrudan da çox aqressivdir. Hər bir şeyə çox pis reaksiya verir. Bu da əslində uşağın o yaşda bu qədər əsəb keçirməsi sağlamlıq baxımından heç yaxşı bir şey deyil. O tip uşaqları düzdür, dərsə götürürəm mən. Onlarla işləyirik, hətta maraqlı da alınır, hətta get-gedə uşaqlar çox sevir rəngləməyi, nəsə çəkməyi, özlərinin nəyisə bacarmayı və bunu görməkləri uşaqları sevindirir. Siz bayaq vurğuladınız ki, həmin o cür uşaqların çəkdiyi rəsmlər də fərqli olur. Bəs həmin uşaqların psixoloji olaraq sağlamlaşdıqca çəkdiyi rəsmlər də fərqlənirmi, dəyişirmi? Əlbəttə ki, ilk dəfə dərsə gələndə daha aqressiv, qaraltılı bir şəkillər çəkirdisə, indi daha fərqli, daha rəngarəng, daha maraqlı, hər hansı bir heyvan rəsmləri artıq bir şey olsun və yaxud da cizgi filmlərindən rəsmlər olsun çəkməyə başlayırlar. Bu tip uşaqlarla işləyəndə çalışıram daha səs-küylü, məsələn, mahnı qoyuram. Mahnı sədaları altında oyun oynayırıq bir yerdə. Belə daha maraqlı olur. Həm də uşağın daha çox kursa həvəsi olur. Artıq bəzi uşaqlar məsələn görmüsünüz bağçaya getmək istəmir. Bir gün gedir, ikinci gün getmək istəmir. Amma mən elə bir şərait yaradıram ki, uşaq səbirsizlənsin ki, səhər açılsın, mən o kursa gedim. Danışdığımız söhbətdən belə başa düşdüm ki, kursa rəssam olmasa da uşaqları yönləndirmək xeyirdir onlar üçün. Nə mənada? Çünki əgər bir rəssam olmasa belə, psixologiyaya biz toxunduq. Psixologiyada art terapiya deyə bir şey də var. Bəli. Rəsm çəkərək insanlar psixologiyalarını yaxşıya doğru dəyişirlər. Yəni onlar rəssam olmasalar belə uşaqlıqda özlərini ifadə etməyin bir növünü tapacaqlar və yaxud da rahatlamağın bir növünü tapacaqlar bəlkə də, hə? Əlbəttə, çünki mən özüm də belə olmuşam. Çox, məsələn, hətta deyə bilərəm ki, mənim evdə valideynim, anam bilmir ki, mən yeməyə nə xoşlayıram. Mən heç vaxt onu belə dilimə gətirib deməmişəm. Çox içmə qapalı bir uşaq olmuşam. Amma bu iş məni doğrudan da özümü ifadə etməyə öyrədib. Amma tamam indi fərqliyəm. Məsələn, siz məni əvvəlcə tanısaydınız, belə oturub söhbət edəməyəcəkdik. Amma indi isə bu iş məni o qədər irəliyə aparıb, o qədər məndə müsbət təsir, yaxşı mənada göstərib ki, mən artıq dəyişmişəm. Nə xoş mənə ki, mən sizi indi tanımışam deyim onda. Yaradıcı insanlar deyirlər ki, mütləq nədənsə ilham almalıdırlar. Bəs sizi o qələmi götürüb o şəkli çəkməyə nə vadar edir? Əslində yaşadığım hər bir anı mənim əsərlərimdə hiss olunur. Yəni
bəzən günümün çox pis keçdiyi bir günlər olur ki, anlar olur ki, ailə problemləri, işdə çətinliklərim olur, əsəb, stres və mən evə gəlirəm, kətanı, fırçanı əlimə alanda özümdən nəsə çəkirəm artıq. O anki duyğunu istəyirəm ki, kətanı köçürdüm və o məndə bir dövrü xatırlatsın. Məsələn, bir zaman keçdikdən sonra mən o şəkilə baxanda xatırlayım ki, mən həmin vaxtda bunu yaşamışdım və evə gələn kimi bu əsəri yaratdım. Olub ki, məsələn, rəssamlar çox vaxt mənzərəli yerlərə gedib şəkillər çəkir, dəniz olsun və yaxud da meşəlik olsun, daha mənzərəli. Mən çalışıram evdə yaşadığım hər, necə deyim, iş həyatım olsun, ailə həyatım olsun və yaxud da şəxsi həyatım olsun, onları canlandırıram əsərlərimdə. Yəni divarda məsələn asdırıram şəkillərimi, evə kimsə qonaq gəldib baxırlar ki, sən onu hansısa meşədə çəkmisən, çox qəşəngdir və yaxud da hardasını köçürmüsən, deyirəm yox. Evdə mən özüm onu düşünmüşəm, ağlımdan keçib onu yaratmışam. Məncə düşünərək rəsm etmək, görərək rəsm etməkdən daha çətindir. Bəli. Çətindir, həm də ki, onu yaradandan sonra o qədər gözümə çox xoş dəyir ki, mən onu satmaq istəmirəm. Eləsi var istəyirdi ki, onu mənə satma, çox qəşəngdir, mən evdə gedim asım, yox. O mənim xüsusi dövrümü xatırladır deyə mən istəmirəm o kiminsə evində olsun. Bəs hər hansı bir sifariş gəldikdə sizə, rəsm sifarişi, onlar digər rəsmlərinizdən fərqlənirmi? Yəni onu da digər rəsmləri çəkdiyiniz hisslərinizlə çəkə bilirsinizmi? Belə deyək, hər kəs ümumiyyətlə insanlar hər şeyi görünən tərəfini görürlər. İş məsələn bitdikdən sonra görürlər, qiymət verirlər, amma əslində onun arxasında böyük bir səbir, böyük bir zaman var ki, çox əziyyət dayanır. Sifariş gələndə düzdür, həmin an öz duyğularımın əks etdirdiyi əsərlə sifarişin fərqlənir. Çünki onu daha çox gecikdirəm. Həmin anın əsəbi olur, stresi, üzüntüsü olur bəzən. O daha çox gec ərsəyə gəlir. Amma sifariş isə belə bir gün içində və ya da 2 günə artıq hazır olunur və necə deyim, bəzən portret istəyirlər, öz portretlərini, bəzən hər hansı bir mənzərə rəsmi istəyirlər. Yəni oturub baxmaq 1 günümü, 2 günümü alır. Nazən xanım, elə təsəvvür edək ki, hal-hazırda sizi kameradan öz imkanlarına, öz bəlkə də qabiliyyətinə qarşı tərəddüd edən bir gənc izləyir. Onu nə demək istəyərdiniz? Mən bu işə başlayanda mənim masam belə yox idi. Mən yerdə oturardım, şəkil çəkirdim, eskizlər yaradırdım və hətta ailəm mənə icazə vermirdi. Deyirdi, sənin artıq belin ağrıyacaq, sənin səhhətində problemlər yaranacaq, lazımdır. Bu iş nədir, sən bunu bu qədər çox sevirsən, bu qədər həyatına, ürəyinə salmısan bu işi deyə çox mənə necə deyim, psixoloji şiddət deyək də olunurdu, amma buna baxmayaraq davam etsinlər. Həm də mənim bəzi valideynlər olur ki, övladlarını mənim yanıma gətirəndə artıq hələ dərsə başlamamışıq, uşağın əl qabiliyyətini yoxlamamışam. Valideyn deyir ki, bu çox çətin bir işdir, mənim uşağım bunu bacarmayacaq. Bu artıq uşağı necə deyim, belə öyrəşdirdi də, uşaq psixoloji artıq belə düşünür ki, mən bunu bacarmayacağam. Hətta motivasiyadan belə düşür. Bəlkə də özünə olan tərəddüdü əslində o tərəddüd özünə aid deyil. Valideynlərinin gözündən özünə baxır demək istəyirsiniz. Bəli, eynən. Bu tip uşaqlarla işləyəndə, məsələn, valideyn mənim yanımda olmayanda uşaq o qədər gözəl rəsmlər yaradır ki. Amma məsələn, ev tapşırığı verirəm mən hər tələbəmə. Tələbələrim evdə gedib işləyəndə mənim yanımda işlədiyi nəticəni göstərmirlər. Məsələn, mən onlara deyəndə ki, sən mənim yanımda çox yaxşı işlədin, axı sən evə getdin, niyə belə oldu? Deyirlər ki, müəllimə, mən də evdə alınmır. Amma sizin yanınıza gəlirəm, alınır. Çünki mən ona motivasiya verirəm, çünki mən ona inanıram. Mən bilirəm ki, o istəsə hər şeyə nail olar. Amma evdə valideynlər o qədər psixoloji təsir göstərirlər ki, o çox çətindir, lazımdır. Hətta mənim yanımda valideyn uşağına deyir ki, uşaq mənim əl işlərimə baxırdı. Çox qəşəngdir, mama, mən də bunu istəyirəm. Yox, mən istəmirəm övladım boş-boş işlərlə məşğul olsun, mənasız vaxt itirsin, getsin, dərslərini oxusun, daha yaxşı peşə sahibi olsun. Yəni, bu tip danışıqlar lazımdır uşaqlara deyilməsi, onların motivasiyasını əlinə alması. Yəni, o qədərmi pis bir sənətdir uşağın telefonla oynaması bütün günü, televiziyaya baxması, heç ona aidiyyəti olmayan bir veriliş olsun, bir film olsun, bir nə bilim serial olsun. Buna baxmaq ona gələcəyinə daha müsbət təsir göstərir, amma mənim o uşağa öyrətdiyim sənət olsun, bu onu aşağı çəkir.
Yəni düşünmədən danışılan sözlər bəzən insanı qıcıq eləyir, əsəbləşdirir məni. Düz mənim özümə də bu sözlər çox deyilib, amma mən heç vaxt vaz keçməmişəm. Öz sənətimi həmişə sevmişəm və arxasıca getmişəm. Mən burdan gənclərə səslənmək istəyirəm ki, nə olursa olsun, nə qədər çətinliyiniz olsa belə, heç vaxt sevdiyiniz işdən əl çəkməyin. Hər zaman arxasıca gedin, inanın ki, uğur sizi tapacaq. Nazan xanım, gözəl fikirləriniz üçün və gözəl buraxılış üçün sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Ümid edirəm izləyicilərimiz üçün də faydalı oldu. Siz də sağollaşın istəyirsiniz. Məni bu gün burada izləyən tamaşaçılara təşəkkür edirəm. Sağ olun, salamat qalın. Bax belə dəyərli izləyicilər, bu gün bir çox mövzuya toxunduq. Önəmli incəsənət, yaradıcılıq və s. amma ən önəmlisi bugündən öyrəndim ki, mən insan gərək öz mübarizəsinin qalibi olsun. Gələn buraxılışda eyni saatda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.